Bu qələbəni qazanan hərbi məktəb hansı hərbi məktəbi idi? Ulu öndərimiz, yəni bizim əslində müstəqilimizi qazananda heç bir şeyimiz yox idi, heç nəyimiz yox idi. Yəni nə ordu var idi, nə başqa bir güc strukturları var idi və ulu öndərimiz belə deyək, sıfırdan bir ordu yaratmağa başladı. Xarici dövlətlərə artıq kursantlar göndərilməyə başladı, peşəkar kadrlar yetişdirilməyə başladı. Bizim qardaş Türkiyə Respublikasında çox böyük bir əmək oldu. Biz də orada mən daxil getdik, kursantlar yetişdirdi nə qədər və onların içində qəhrəmanlar da var idi, hansı ki onlar şəhid oldular və milli qəhrəmanlarımız Murad Mirzəyev kimi, polkovnik Murad Mirzəyev kimi, ondan sonra polkovnik Vüqar Yusifov kimi kadrlar yetişdirildi və əlbəttə ki onlar da yetişdirdikcə yeni kadrlar yetişdirdi və bu qaydada bir ordu yaradıldı. Milli ordu yaradıldı. Yəni əslində bizə uyğun milli bir sistem yaradıldı. Yəni o sistemlə biz özümüz çünki ordunu qurduq. Bizim Ali Baş Komandanımızın da hər zaman dediyi kimi biz müasir ordu yaratmışıq. Yəni müasir orduda ən böyük memarı ulu öndərimiz və Ali Baş Komandanımız olub. Yəni zəfəri Azərbaycan hərbi məktəbi qazandı demək olar ki, hə? Müasir hərbi məktəbi. Müasir hərbi məktəbi, müasir milli hərbi məktəbi, milli ordu. Bəli.